Salam, hər vaxtınız xeyir olsun müəllimlər. Xoş gördük sizi. Növbəti sınaqla izaha davam edirik. İş formaları daxil olmaqla ümumi sınaq. Bunu izah edirəm sizə. Başlayaq. Bir də deyir, hansı proses şagirddə öyrənməyə daxili motivasiya yaradır? Tapşırığın akademik məqsədinin əvvəlcədən elan edilməsi yox. Daxili motivasiya şagirdin özündən qaynaqlanan yönəlmədir də, belə başa düşək. A'dakı variant kənardan şagirdin nəyəsə yönləndirilməsi olur. Bu xarici motivasiyaya gedər. Tapşırığın hər bir həll yollarının addım-addım izahının verilməsi yenə də kənardan edilən bir izahdır. Şagirdin nəyi və nə üçün öyrəndiyi haqqında məlumatlı olması, yəni C variantı, bəli, şagirdin özü üçün belə deyək də fəaliyyətini başa düşməsi ki, yəni mən bunu niyə öyrənirəm, mən bunu öyrənməkdə məqsədim nədir, ümumiyyətlə öyrəndiyimi mən gələcəkdə harda istifadə edəcəm. Bunu belə biləndə şagird üçün daha şuurlu öyrənmə baş verir. Ona görə birinci sualda C variantı bizim cavabımız olacaq. Sonra deyir ki, müxtəlif məqsədli tapşırıqlardan tez-tez verilməsi, bu da kənardan verilib şagirdi yönləndirmək üçündür. Bu daxili yox, xarici motivasiyadır. Gördüyü işlərin sorğulanması kimsə tərəfindən yenə də daxili yox, xarici motivasiyadır. Yəni şagirdin özü haqqında düşüncəsi daxili motivasiya hesab olunur. O da C variantında bizə təqdim olunub. İkinci suala baxırıq. Şagird tez-tez yersiz zarafatlarla və rəyləri ilə dərsin gedişinə mane olur. Müəllimin qeydlərinə fikir vermədən davranışını davam etdirir. Müəllimin hansı addımı atması problemi effektiv həll eləyər. Müəllim bu hərəkətlərə görə şagirdə fərdi söhbət eləyib, onu tənbih etməlidir, onda xarici motivasiya yaratmalıdır. Bunun heç bir aidiyyatı yoxdur bu situasiyaya, çünki burada şagird yersiz zarafatlar eləyəndə və müəllim ondan fərdi söhbət etməlidir deyir və onda xarici motivasiya yaratmalıdır. Burada xarici motivasiyanın yaradılması, yəni yaradaraq şagirdin nəyəsə yönəltməkdən söhbət getmir. Müəllim valideyn iclası keçirməlidir. Yəni buna görə valideyn iclası keçirmək, bu da yanlış yanaşmadır. Müəllim bu vəziyyətdə barışmamalı, şagirdlə təklikdə danışaraq psixoloji söhbət aparmalıdır. Empatiya bacarığını formalaşdırmağa çalışmalıdır. Niyə? Çünki uşaq özünü başqasının yerinə qoya bilsin. Çünki o uşaq onu dinləmədikcə aralarında problem yarana bilər. Ona görə də birinci növbədə kimisə sözünü kəsməmişdən əvvəl özünü başqasının yerinə qoymağı şagird bacarsın. Müəllim şagirdin davranışının onun hiperaktivliyindən qaynaqlandığını bildiyi üçün sinifdə bu tip hərəkətləri normal hesab edir. Xeyr, bu normal deyil bu hərəkətlər. Ola bilər şagird hiperaktiv olsun, amma bu cür davranışı göz ardı etmək düzgün deyil. Müəllim dərsə mane olan şagirdi dərs prosesindən bir müddət uzaq tutur. Akademik olaraq ona lazım olmayan materiallarla cəza verməyə çalışır. Xeyr, bu düzgün yanaşma sayılmır. Yəni burada ən doğru variant C variantındadır. Bu kifayət qədər rahat sualdır. 3-də baxıram. Cədvəl əsasında uyğunluğu müəyyən eləyin. Qrup işinin çatışmazlığı və fərdi işin çatışmazlığıdır. Əsas bu nəzəri sualdır. Şagirdlərin bir-birinə mənfi münasibəti olarsa, o zaman bu faktor effektiv işləməyə mane ola bilər. Bu cütlərlə işin mənfi tərəfidir. Bəzi şagirdlər çox, bəziləri az işləyə bilər ki, bu da şagirdlər arasında narazılığa səbəb ola bilər. Bu qrup işinin çatışmazlığıdır. Sonra 3. Şagirdlərin əməkdaşlıq etmək, ünsiyyət qurmaq, problem birlikdə əldə etmək bacarıqları kölgədə qalır. Bu fərdi işin çatışmazlığıdır. Utancaq və pasiv şagirdlər diqqətdən kənarda qala bilir. Bu bütün siniflə işin çatışmazlığıdır. Deməli, 3 fərdi işə, 2 qrup işinə aid olan çatışmazlıqlar olduğuna görə cavab olmalıdır D variantı 3-cü sualda. Sonra 4. Müəllim diaqnostik qiymətləndirmə ilə şagirdlərin bilik və bacarıq səviyyəsini müəyyən edir və daha sonra tapşırıq və mövzuların çətinlik dərəcəsini, həmçinin hansı şagirdə hansı çətinlik dərəcəsinə uyğun fəaliyyətlər verəcəyini müəyyənləşdirir. Verilən situasiyada müəllimin pedaqoji yanaşması ilə uyğunluq təşkil etməyən variantı müəyyənləşdirin. Bizə təqdim olunan situasiya Vygotsky'nin scaffolding yanaşmasıdır və bizə də deyir ki, scaffolding'a aid olmayan bir yanaşma tap.
A-da deyir, müəllim təlim prosesində şagirdin potensialından istifadə etməklə onun maraq dairəsinə uyğun mövzuları verməsi ilə öyrətmə və öyrənmə prosesinin təşkil edilməsi şagirdin dərsə marağını artırmalıdır. Bəli, şagirdə uyğun təlimin təşkil olunması, şagirdin nəzərə alınması scaffoldingdir. Çünki scaffolding bir dəstək yardımdır. Müəllim müxtəlif təlim ehtiyacı və öyrənmə xüsusiyyətlərinə malik olan şagirdlər üçün məzmunu müxtəlif yollarla mənimsətməyə çalışmalıdır. Bəli, şagird diferensiallığını nəzərə almaq da scaffolding hesab olunur. Müəllim müxtəlif səviyyədə olan şagirdlərin uğur qazanması üçün lazım olan məzmunu öyrətmək üçün istifadə olunan fəaliyyəti və ya şagirdlərə uyğun gözləntiləri düzgün müəyyənləşdirən dərsi planlaşdırmalıdır. Yenə şagirdə dəstək var, scaffoldingdir. D. Müəllim sinifə ümumi rəy bildirməyə əvəzinə, çünki şagirdlərin hamısına eyni rəyi verə bilmərik, çünki şagirdlərin nailiyyətləri bir-birindən fərqlənir. Ümumi rəy verməyə əvəzinə hər bir şagirdə əks əlaqə qurur, onlara ayrı-ayrılıqda çətinlik çəkdiyi mövzularla bağlı nəyin üzərində işləyəcəyi barədə konstruktiv rəy verir. Yəni əks əlaqə rəy deməkdir. Bu doğrudur. Yəni scaffolding yanaşması sayılır şagirdə rəy vermək. Sonra ardınca deyir, evdə otaqların, daha doğrusu ev variantına baxaq. Müəllim dərs zamanı baş verəcək konfliktlərin qarşısını almaq üçün sinif iclası təşkil edir və problemi yaranan şagirdləri dinləyir, konfliktləri həll etməyə çalışır. Ev variantı sinifin effektiv idarə olunmasında aiddir sinif iclasları konfliktin həll edilmə yollarından birinə və sinifin idarə olunmasındakı konflikt həll etmə strategiyası olan sinif iclası scaffolding sayılmır. Scaffolding şagirdə nə isə öyrənən zaman edilən köməkdir. Amma bu isə konflikt həll etmədir. Burada nəyisə öyrədilməsindən söhbət getmir. Ona görə 4'də bizim cavabımız E variantı oldu. 5. Evdə otaqların biri təmir ediləcək. Həmin otaqda istifadə olunacaq divar kağızının miqdarını müəyyən etmək üçün metrlə hündürlük en uzun ölçülür. Divar kağızının qiymətini də nəzərə almaqla nə qədər və hansı qiymətə alınacağı müəyyən edilir. Deməli, burada praktik bir fəaliyyət var. Yəni, şagird riyazi bacarıqlarını real həyatda istifadə edir. Verilən situasiyada idrak taksonomiyası və təfəkkürü və inteqrasiyanın hansı növ və təfəkkürün hansı növü formalaşır. Burada hesablama var deyə bu tətbiq etməkdir. Burada belə deyək də məntiqi təfəkkürdür, məntiqi tətbiq etmək və fənnüstü inteqrasiya. Niyə? Çünki riyazi bacarıqlarımız real həyatda tətbiq olunur. Ondan dolayısıyla da doğru cavabımız oldu. A variantı, digər variantlar isə o zaman doğru çıxmır. 6. Hansı fəaliyyət sinifdə inklüziv mühit yaratmağa xidmət eləmir? Müəllim şagirdlərə sinif icmasına aid olma hissi formalaşdırmaq üçün onların tədrisinin təşkili ilə bağlı təkliflərini dəyərləndirir. Bu doğru variantdır, düzdür. Şagirdi nəzərə almaqdan söhbət gedir. Sonra müəllim bölmə sonunda qiymətləndirmə keçərkən qiymətləndirməni yazılı tapşırıqlar, təqdimatlar, layihələr, əl işləri üsullarından istifadə etməklə təşkil edir. Bu da doğru variantdır. Çünki müəllim şagirdin müxtəlifliyini nəzərə alıb bu cür üsulları təqdim edir. Müəllim müxtəlif öyrənmə tərzinə ehtiyacına sahib olan şagirdləri nəzərə alaraq dərsi planlaşdırır. Əlbəttə, bu da müxtəlifliyi nəzərə alırsa, buna inklüziv və ya diferensial yanaşma və ya bərabər imkanların yaradılması deyə bilirik. Müəllim tolerantlıq haqqında müzakirə təşkil edir və tapşırır ki, onlara maraqlı gələn adət-ənənələri araşdırsınlar, təqdimat hazırlasınlar. Yenə də müəllim şagirdə seçim şansı verir, şagirdi nəzərə alırsa, bu doğrudur və inklüziv yanaşmanı dəstəkləyir. Müəllim dərs zamanı xüsusi ehtiyacları olan şagirdlərə dəstək olmaq üçün onlara çox vaxt verməli, xüsusi yanaşaraq onları mümkün resurslarla təmin etməlidir. Ümumiyyətlə, yadda saxlayın ki, müəllimin bunu etməsi düzgün deyil. Niyə? Çünki xüsusi ehtiyacı olan şəxsləri ayırmaq və onlarla ayrı məşğul olmaq, onları xüsusi qruplara daxil eləmək, onlara bir növ daha çox fərqlisən deməyimizə gətirib çıxardır. Ona görə də həmin şagirdlərə bu mənfi təsir edən bir məsələdir. Ona görə də cavabımız olmalıdır. E variantı dəstəkləməyən situasiya.
Sonra 7-ci sualda deyir ki, bilirəm ki, ev tapşırıqlarını yerinə yetirərkən mənə əvvəlcə çətin, sonra asan tapşırıqlar etmək daha rahatdır. Bu sual onu da qeyd edeyim ki, imtahan sualı olubdu. İmtahanda istifadə olunubdu. 2022-ci ildə olmalıydı. Bilirəm ki, ev tapşırıqlarını yerinə yetirərkən mənə əvvəlcə çətin, sonra asan tapşırıqlar etmək rahatdır. Yəni, əvvəlcə mən çətin eləyib, sonrasına keçən adamam. Bu, mənim özümün bir qaydamdır, bir stereotipimdir. Mənim üçün şifahi tapşırıqları yerinə yetirmək asandır, yazılı tapşırıqları yerinə yetirmək çətindir. Nə deyir? Deyir, mən birinci çətin işləyib, sonra asan işləyirəm. Sonra deyir ki, şifahi tapşırıq mənə asan, yazılı tapşırıqda mənə çətin gəlir. Hə, deməli, mən nədən başlamalıyam? Yazılıdan başlamalıyam. Axı, mən çətindən başlayan adamam. Çətindən başlayıramsa, yazılı tapşırıq da çətindirsə, deməli, yazı işini birinci işləməliyəm. Onda belə çıxır ki, burada ümumi qaydadan əməl eləyəcəyim xüsusi bir nümunə var. Ümumidən xüsusiyə düşünmə var. Burada bu deduktiv düşünmədir. Deduktiv düşünmə isə Piaget cəhətdən baxdıqda nə sayılır? Formal əməli mərhələ sayılır. 8. Verilənlərdən biri doğru hesab olunmaz. Müzakirə prosesi zamanı şagirdlərə mümkün qədər açıq tipli sual vermək lazımdır ki, daha çox şagird müxtəlif fikirləri səsləndirə bilsin. Şagirdə bəli, doğrudur. Niyə görə? Daha mümkün qədər açıq tipli suallar verəndə şagirdlərin hamısı standart cavablar verməyəcəklər. Hərəsi öz nöqteyi nəzərindən cavab verə biləcəklər. Biz qapalı sual verəndə hamı standart cavab verir. Müzakirə zamanı şagirdlərdə yaranan sualları müəllim birbaşa cavablamayıb, bu sualı şagirdlərin özlərinin cavablandırmasını təmin etməklə müəllim şagird yönümlü mühiti bərqərar edir. Bu doğrudur. Niyə? Çünki müəllim sualı birbaşa cavablamayıb, yönləndirir şagirdə ki, şagirdlərin özləri cavabları araşdırsınlar. Burada məqsəd ondan ibarətdir ki, şagird yönümlü mühiti təlim prosesində ön plana çıxarmaq. C. Müzakirə zamanı müəllim sualı ən zəif şagirdin səviyyəsini nəzərə hazırlamalıdır. Bu yanaşma yanlışdır. Çünki sinifdə biz sualı hamı üçün nəzərə almalıyıq. Yəni, zəifləri nəzərə alıb. Desəydi ki, zəifləri də nəzərə alaraq hazırlamalıdır. Belə olsaydı, deyərdim, bəli. Amma deyək ki, ən zəif şagirdi nəzərə alıb hazırlamalıdır. Həmçinin şagirdin hər birini sual cavab verdikdə müəllim o cavab verənə qədər gözləməlidir və sonra digər şagirdə müraciət etməlidir. Necə yəni? Şagird cavab verənə qədər müəllim onu niyə gözləsin ki? Bəlkə uşaq dərsin axırına qədər fikirləşəcək, siz onu gözləyəcəksiniz. Bu biraz absurd fikirdir. Ona görə də C variantı doğru əsaslandırma sayılmır. Şagirdə maksimum vaxt verdin, düşündü, cavab verə bilmədi. Yönləndirici sual verirsən ki, ipucu ilə o özü tapa bilsin. Yəni, belə eləyə bilərsən. D. Müzakirə zamanı şagirdin irəli sürdüyü fikir məntiqsiz olarsa, müəllim şagirdə doğru mühakimənin necə olması ilə bağlı istiqamət verərək onun uğurlu olmasına şərait yarada bilər. Bu doğru yanaşmadır. E-də deyir ki, müzakirə zamanı şagirdin fikirləri bir-birinə zidd olarsa, məsələn, Əli ağ deyir, Vəli qara deyir, müəllim tərəf tutmaqdan çəkinməlidir, bəlkə kimsə tərəfini tutmamalıdır. Neytral vasitəçi olaraq çıxış etməlidir, yəni heç kimin yenə də neytrallığını qorumalıdır, yəni tərəf tutmamalıdır. Bu, şagirdlər arasında gərginliyin artmasının qarşısını ala bilər, bəli. Biz durub deyək ki, sən düz deyirsən, sən də səhv deyirsən. Belə desək, o vəziyyəti daha da gərginləşdirə bilər. Cavab oldu burada. Hansı variantı dedik? 8-ci sualda C variantı bizim cavabdır. Sonra gəldik 9-a. Cədvəl əsasən uyğunsuz fikirləri müəyyənləşdirin. Burada baxaq, nəzəriyyələrlə bağlıdır. Müəllim sinifdə dominant şəxs olduğunu unutmalı və proses zamanı şagirdlərin çətinlik çəkdiyi yerlərdə onlara fasilitatorluq etməlidir. Fasilitatorluq dediyimiz də nədir? Bələdçilik. Bu, müəllim şagirdlərə əgər fasilitatorluq eləyirsə, müəllim şagirdlərə çətin çəkdiyi yerlərdə köməklik eləyirsə, bu scaffoldingdir. Bu, sosial inkişaf nəzəriyyəsi Vygotsky ilə bağlı anlayışdır, bu düzdür. 2. Müəllim dərsi planlaşdıran zaman şagirdlərin müxtəlif intellekt növlərinə diqqət yetirməlidir. Çünki sinifdəki bütün şagirdlər üçün bərabərlik təmin etmək üçün bu vacibdir. Bu, şagird müxtəlifliyindən, intellektindən danışdığına görə çox növlü zəka nəzəriyyəsidir, yəni Gardner nəzəriyyəsi, bu da uyğunluqdur. Sonra ardınca deyir, müəllim şagirdlərə münasibətdə onların təlim zamanı maraqlarını öyrənməlidir.
Çünki şagirdləri öyrənməyə aparan əsas məsələlərdən biri marağın gücüdür. Bu yanaşma emosional intellektdə deyil, bu yanaşma Piaget nəzəriyyəsindədir. Açıb baxa bilərsiniz. Müəllim şagirdlərin digər şagirdlərə qarşı kobudluq etdiyini gördükdə, onlara müəyyən cəzalar verərək belə davranışın davamlı olmamasına çalışmalıdır. Dördüncü fikir, Skinnerin operant şərtlənmə nəzəriyyəsi var. Məsələn, müsbət cəzalandırma, negativ cəzalandırma. Bu Skinnerin operant şərtlənmə nəzəriyyəsinə aiddir. Davranış nəzəriyyəsi. Bu mənəvi inkişaf yazıbdır. Mənəvi inkişafda Kolbergdir, bu isə aid deyil. 3 ilə 4 uyğunsuzluğu yaradan variantdır. Ona görə cavab B variantı oldu. 10-cu sual Kolberglə bağlı sualdır. Avtobusda qocalara yer verməsəm məni qınayacaqlar deyə düşünən şagird ətraf qınamasın deyə yer verirsə, bu mənəvi inkişafın hansı mərhələsinə uyğundursa, o mərhələnin xüsusiyyətini müəyyənləşdirin. Və yer verməsəm məni qınayacaqlar deyən kimdir? Qəbul olunma mərhələsi, yəni ətrafın fikri ilə hərəkət edən adamdan söhbət gedir. Demək ki, ətraf qınamasın deyə bunu eləyirsə, bu qəbul olunma mərhələsinə aid olan şəxsdir. Qəbul olunma mərhələsində olan adamların fikirləri ətrafdakıların fikirləri ilə tənzimlənir. Ona görə də biz ona aid olan xüsusiyyəti tapmalıyıq. A-da deyil, bu mərhələdə şagirdlərin mənəvi dəyərləri böyüklərin qoyduğu standart qaydalar onlardan tərəfindən əməl edildikdə və pozulduqda üzləşdikləri nəticəyə əsasən verdikləri qərarla ölçülür. Bu aiddir itaət və cəzaya. Sonra B. Bu mərhələdə olan şəxslər hadisələrə individual yanaşma ilə deyil, cəmiyyəti bir bütöv şəkildə görürlər. Bu səlahiyyət sosial nizamı qorumadır. Sonra bu mərhələyə görə nizam intizamı təmin edən qaydalar cəmiyyət üçün vacibdir. Lakin bu qaydalar cəmiyyət üzvləri tərəfindən razılaşdırılmalıdır. Bu sosial müqavilədir. Sonra bu mərhələdə şəxslər başqalarının fikirlərinə əsasən davranır, stereotiplərə uyğunlaşmağa çalışır, hansı hadisə ilə bağlı mühakimə edərkən sosial gözləntini nəzərə alır. Bəli, burada doğru cavab D variantı, çünki başqalarının fikirlərini özləri üçün daha vacib hesab edirlər. Elə deyil, bu mərhələdə olan uşaqlar anlayırlar ki, məsələlərə münasibət təkcə bir şəxsin yanaşmasından asılı deyil, müxtəlif fərdlər müxtəlif baxışlara malik ola bilərlər. E variantı individualizm, yəni şəxsi maraq mərhələsinə aiddir. Ona görə də burada qəbul olunmanı istəyir, qəbul olunmanın da əsaslandırması D variantında göstərilib. Sonra ardınca nə deyirəm? Bir dəqiqə. Davam eləyək. 11-ci sual. 11-də deyir ki, müəllim qrup işi təşkil edir. Şagirdlər arasında olan soyuq münasibətlərdən dolayı bir çox şagirdlər öz yoldaşları ilə əməkdaşlıq etmək istəmədiyini bildirir və qrup işindənsə fərdi iş formasına üstünlük verir. Müəllim şagirdlərin seçiminə əsasən davranır və bu dərs qrup işi təşkil eləmir. Müəllim biraz həssas yanaşmış olur burada 11-də. Deyir, verilən situasiya ilə bağlı doğrunu tap. Müəllim şagirdlər arasında soyuq münasibətləri tənzimləmək üçün buzqıran strategiyanın məqsədi nədir? Şagirdlərin bir-birini tanımasını təmin eləmək. Bu doğrudur. Sonra ardınca deyir, müəllimin atdığı addım yanlışdır. Çünki istənilən halda şagirdlər bir-birinə əməkdaşlıq etməlidir. Bu biraz məcburi bir variantdır, olmaz. Müəllim dərs prosesində şagirdin inkişafını dəstəkləyən iş formasından istifadə etmədiyi üçün pedaqoji prosesdə şəxsiyyət yönümlülük yox. Burada pozula bilər şagird yönümlü, şagirdi nəzərə almamaq. Şəxsiyyət yönümlülüyün məntiqi başqadır. Müəllim dərsin düzgün qaydada təşkil edilmədiyinə görə mədəni davranış prinsipini pozur. Müəllim qeyri-mədəni burada heç nə eləmir. Bu səhvdir. Müəllim şagirdlərə seçim imkanına hörmətlə yanaşması müəllim şagird münasibətinə müsbət təsir eləyir. Həqiqətən də bu doğrudur. Cavab olmalıdır burada 1 və 5. Doğru cavab 11-də A variantı sayılmalıdır. Sonra 12. Sinifdəki şagirdlərdən biri akademik cəhətdən uğurlu şagirdlərdəndir. Ancaq son zamanlar onun diqqəti yayınır və tapşırıqları yerinə yetirməkdə çətinlik çəkir. Dərslərə olan aktivliyi günü-gündən zəifləməyə başlayır. Müəllim şagirddə gördüyü bu negativ dəyişiklikləri göz ardı etmək əvəzinə onları həll etmək istədiyini bildirir. Verilən situasiya ilə bağlı yanlış fikirdir soruşur. O şagirdə nə qədər məsuldar və çalışqan bir şagird olduğunu hər zaman yüksək dəyərləndirdiyini bildirib onun motivasiyasını artıra bilər. Bu doğrudur, bəli. Yəni niyə görə? Çünki şagird uğurlarını vurğulayaraq onu motivasiya etmək mümkündür.
Müəllim şagirdə son zamanlar dərsə münasibətində müşahidə etdiyi problemi həll edə biləcəklərini müzakirə etməyə təklif edə bilər. Düzdür, yəni problemin həll olunmasına çalışmalıdır müəllim. Sonra C-də deyir ki, müəllim sinifdə səmərəli öyrənmə mühiti yaratmaqla şagirdin narahat edən problemi müəllimlə paylaşmasını təmin edə bilər. Çünki elə bir mühit yarada bilər ki, şagird problemini müəllimə bildirə bilər ki, birgə həll yolu müəyyənləşdirə bilsinlər. D-də deyir ki, müəllim şagirdin negativ davranışını müşahidə etdiyini ona biruzə vermədən fəaliyyətdə davam edərək şagirdin aktivliyini bərpa edə bilər. Necə? Müdaxilə eləmədən bu vəziyyət necə düzələ bilər ki? Axı D variantı yanlışdır. Siz onun negativ davranışını müşahidə edirsiniz və biruzə vermədən fəaliyyətinizə davam edirsiniz ki, şagirdin aktivliyi bərpa olunsun. Bu ümumiyyətlə çox yanlış bir fikirdir. Çünki biz müdaxilə eləmədən problemi həll edə bilmərik. Zaten həll olunsaydı bu günə qədər həll olunardı. Sonra deyir, müəllim qarşılaşdığı problemin nədən qaynaqlandığını aydınlaşdırmaq məqsədi ilə onun valideyni ilə əlaqə saxlaya bilər. Bu ola bilər, bəli. Çünki problemin ola bilər kökü ailədə və yaxud da ki, biraz məktəbdən kənardır. Ona görə də valideynlə əlaqə saxlamaq ola bilər. Yəni bu ehtimal kimidir. Yəni belə bir variant da qarşımıza çıxa bilər. Cavab olmalıdır. Burada 12-də D variantı. Növbəti sualda deyir ki, şagirdlər ekoloji problemlərlə bağlı layihə hazırlayırlar. Bunun üçün bir neçə fənn müəllimi ilə görüşürlər. Həmçinin özü araşdırma aparır. Nəticədə götür-qoy edir və zavodlardan havaya buraxılan zərərli qazlar, tullantılar, ağacların kəsilməsi və s. amillər ətrafdakı canlılara zərər verən başlıca səbəblərdir. Ağaclar kəsildikdə onlar məhv olur. Ağacların kəsilməsi oksigen balansının pozulması ilə nəticələnir. Belə olduqda zavodlardan buraxılan zərərli qazlar canlılar üçün 2 qat təhlükəli vəziyyət yaradır. Verilən situasiyaya uyğun olaraq təfəkkür və inteqrasiyanın növünü müəyyənləşdirin. Fikir versək görərik ki, burada şagirdin sistemli düşünməsi də var. Niyə sistemli? Çünki hər şey bir-birinə təsir edir. Ağacların kəsilməsi oksigen balansının pozulmasına nəticələnir. Belə olanda zavodlardan buraxılan zərərli qazlar canlılar üçün 2 qat təhlükəli vəziyyət yaranır, xəstəliklər yaranır. Görürsünüz, bir-birinə təsir eləyən məsələləri əgər uşaq sadalayırsa, bu sistemli düşünmədir. Ardıcıl deyil. Ardıcılda sadəcə olaraq müəyyən bir işdən sonra müəyyən bir işin icra olunacağını bilir. Məsəl üçün, birinci vurmanı eləyib, sonra üstə gəlməni eləmək kimi. Burada da verilən situasiyaya uyğun təfəkkür və inteqrasiya növünü müəyyən eləyin. Burada doğru cavabımız olacaq məntiqi təfəkkür, sistemli düşünmə. Bayaqlarını vurğuladım. Bir də fənn üstü inteqrasiyamız var burada. Çünki həyati situasiyadır. Və bir də fənlər arası niyə? Çünki orada deyir ki, ona bir neçə fənn müəllimi ilə görüşür. Niyə? Çünki müxtəlif fənn müəllimlərindən alacağı bilgilərə əsasən bu fəaliyyəti icra eləmiş olacaq. Cavab olacaq. Burada D variantı doğru cavabımız. Sonra şagird mətni oxuyur. Mətndən həlledici məqamları seçir. Həmin həlledici məqamları qeyd etmək üçün cədvəl hazırlayır. Bu elə eyni zamanda bizim əlimizdə olan vəsaitin içində yazılan nümunədir. Həlledici məqamları, önəmli məqamları, vacib məqamları, əhəmiyyətli hissələri müəyyənləşdirmək üçün biz digərləri ilə müqayisə aparmalıyıq. Siz ən yaxşını tapmaqdan ötürü nə etməlisiniz? Ən yaxşı olmayanları seçib çıxartmalısınız, ən yaxşını tapmalısınız. Və bu proses, yəni nəyisə nədənsə ayırd eləmək və ən yaxşı olanı tapmaq, bu təhlil etməkdir. Həlledici olan məqamları, həlledici olmayan məqamlardan ayırıb seçə biliriksə, bu olacaq təhlil, cavab da C variantı olacaq. Sonra 15. Bu da deduktiv və induktiv tipli sualdır. Aparılan araşdırmalara görə meyvə və tərəvəzlərin tərkibində çoxlu vitaminlər var. Almanın tərkibi şəkər, üzvü turşular, pekin və aşı maddələri vitaminlərlə zəngindir. Deməli, nəticə nədir? Deməli, alma da orqanizm üçün olduqca faydalıdır. Nə oldu? Gördünüz yoldaşlar, burada birinci meyvə və tərəvəzlərin tərkibi deyir, sonra almanı nümunə gətirir və almanı xüsusiləşdirir. Almanın üzərində qalır. Ümumidən xüsusiyyət düşünmədir. Ümumidən xüsusiyyət isə bu deduktivdir. Piaget cəhətdən baxası olsaq, formal əməli mərhələ olur. Ola bilər ki, qabağınıza belə də çıxa bilsin. Sonra 16. Yanlış fikirləri müəyyənləşdirin. Müəllim səmərəli öyrənməni təmin etmək üçün şagirdlər səhv etdikdə onlara ciddi nəzarət eləyir.
Bu yanaşma yanlışdır. Çünki müasir dövrdə səhvlər öyrənmə imkanı kimi dəyərləndirilir. Ona görə uşaq səhv eləyirsə, deməli buna tolerant yanaşmamız lazımdır. Bir yanlış. Şagirdləri öyrənməyə aktiv şəkildə cəlb etmək üçün müəllim onların fiziki hərəkət etməsinə şərait yaradır. Bu var. Sinifdə dinamikliyi təmin etməkdən ötürü fiziki fəaliyyətlərə də yer vermək olar. Məsələn, yorulan uşaqları ayağa qaldırıb onlara müəyyən bir əl-qol hərəkətləri elətdirmək olar ki, qan dövranı aktivləşsin. Bu da şagirdlərin gümrahlığını artırır. Bu düzdür. İçərisində bir neçə səhv olan mətnin verilməsi ilə müəllim şagirdləri refleks etməyə sövq eləyir. Bu səhv yanaşmadır. Çünki içərisində səhv olan mətni verib şagird diqqətini yönəltmək olar. Yəni o refleksiya metodu sayılmır. Yəni bu motivasiya metodudur. Refleksiya dərsin sonunda əsaslanılır və şagirdlərin nəyi bilib bilmədiyini aydınlıq gətirir. 4. Müəllim şagirdlərə özünü idarə etmə bacarığını formalaşdırmaq, ümumiyyətlə özünü idarə etmədir, özünü tənzimləmə və özünü qiymətləndirmə, özünü monitorinq, bunlar metakognitiv düşüncə ilə bağlıdır. Elə burada da onu yazır. Özünü idarə etmə bacarığını formalaşdırmaqla onlarda metatəfəkkürü inkişaf etdirmiş olur, düzdür. Yanlış 1-3-dür. Yəni birinci fikir yanlış, üçüncü fikir yanlış, yerdə qalanlar doğru. 17. Sinif müzakirəsi zamanı nitq qüsuru olan şagird sinif yoldaşları tərəfindən ələ salınmaqdan qorxduğu üçün ələ salınmır ha, bunun özü elə düşünür. Prosesdə iştirak etməkdən çəkinir. Buna görə müəllim şagirdlər arasında empatiya və hörməti təşviq etməklə effektiv sinif mühiti inkişaf etdirməyə məqsəd qoyur. Müəllim şagirdləri fəal dinləməyə təşviq edir. Hörmət çərçivəsində ünsiyyət üçün aydın gözləntilər qoyur və hər kəsin öz fikrini bölüşərkən dəyərli hiss etmələrini təmin edir. Bu situasiyada verilənlərə əsasən sinifdəki fəaliyyət haqqında hansı fikir doğru deyil? Sual belədir. Müəllim peşəkarlıq nümayiş etdirir və atdığı addımlar sinifdə dəstəkləyici mühitin formalaşmasına. Dəstəkləyici mühit nədir? Sinifdə sağlam psixososial mühitin təmin olunması. Həqiqətən burada var. Buna çalışır müəllim. Bir də ki, maddi-texniki tədris bazasının təminat. İndi burada psixoloji mühit düzgün təşkil olunur deyə dəstəkləyici mühit var, düzdür. B-ni saxlayıb keçirəm C-yə. Şagirdlərin hər biri üçün bərabər imkanlar yaratmağa yönəlmiş fəaliyyət müəyyən zaman içərisində həmin şagirdin dərsə cəlb olunmasını təmin eləyəcəkdir. Bu doğrudur. Çünki şagirdlər arasında bərabərlik təmin eləyir, hamını nəzərə alır. Müəllimin problemi həll etmək üçün göstərdiyi yanaşma sinifdə inklüziv mühitin formalaşması. Bəli. Çünki müəllim sinifdə dəstəkləyici mühit yaradanda yadda saxlayın ki, hamı nəzərə alınır. Hamı nəzərə alınırsa inklüzivlik təmin olunur. Sonra müəllimin əsas hədəflərindən biri dəstəkləyici mühiti formalaşdırmaq, şagirdlərdə sosial bacarıq. Sosial bacarıqlar nədir yoldaşlar? Ünsiyyət, qarşılıqlı anlaşma, bir-birinə hörmət, bu kimi şeylərdir. Həqiqətən də var. Cavab B-dir burada. Müəllim bullying halına məruz qalan, özgüvəni zədələnmiş şagirdin dərs prosesinə cəlb olunması üçün lazım olan davranışı sərgiləyir. Axı burada bullying halına məruz qalan şagird yoxdur. Burada sadəcə deyir ki, şagird ələ salınmaqdan qorxduğu üçün. Yəni ələ salınıb, salınmayıb, burası bəlli deyil. Ona görə bizim B variantını deməyimiz əslində məntiqsizdir. Ona görə bullying halına məruz qalan, özgüvəni zədələnən şagirdin dərsə cəlb olunması üçün burada atılan addımdan söhbət getmir. Ümumiyyətlə, sinifdə sağlam psixoloji mühitin qurulmasından söhbət gedir. 17-ci sualın doğru cavabı B variantı oldu. Sonra 18. Müəllim şagirdlərə müharibənin insanlığın taleyinə təsiri mövzusunda araşdırma tapşırığı verir və qeyd edir ki, bu dərsdə müzakirə olacaq. Və 4 dənə də meyar verir. Müəllim şagirdə əvvəlcədən meyarları da elan edir. Əsaslandırma, informasiya toplamaq, informasiyanı qruplaşdırmaq, ümumiləşdirmək, bir də müzakirə qaydalarını əməl etmək. Yəni bu model sualı haqqında bunu bilin ki, tapşırıq və meyarlardan çıxış edib variantları analiz etməyimiz lazımdır. Tapşırığın icrası şagirdləri fənlərarası inteqrasiya eləyəcəklər. Niyə görə? Çünki müharibənin insanlığa təsiri varmı? Əlbəttə var. Burada ən azından müharibə deyəndə ağlımıza tarix gələ bilər, coğrafiya ilə də əlaqələndirilə bilər. Bilsiz necə? Çünki müharibələrin baş verməsi insanların məsəl üçün statistik sayın azalmasına səbəb ola bilər. Müharibələrin baş verməsi eyni zamanda nəyə səbəb ola bilər? Ölkələrin ərazilərinin dəyişməsinə, məsəl üçün ərazi neçə kvadrat idi azalır ki, başqa bir ölkə oranı işğal eləyir və s. bu kimi şeylərlə əlaqələndirilə bilər. Bu düzdür. Fənlər arası coğrafiya en azından tarixlə əlaqələnir. Tapşırıq şagirdlərə informasiya toplamaq səriştəsini formalaşdıracaq. Doğrudur.
meyarlarda belə o tələb olunur. Sonra müəllim məqsədi şagirdlərdə ünsiyyət bacarığını inkişaf etdirməkdir. Bu da ünsiyyət bacarığını inkişaf etdirməkdir deyə bilərik mi görək. Ola bilər. Niyə görə? Çünki şagirdlər burada axı deyirlər müzakirə eləyəcəklər. Müzakirədə də təbii ki, ünsiyyət var, dinləmə və danışma var. Sonra müəllim məqsədi şagirdi bunu dedik. D-yə baxaq. Deyir ki, tapşırıq şagirdlərin İKT bacarıqlarının tətbiqinə, müstəqil öyrənmənin inkişafına yönəlib. Bu da doğrudur. Çünki uşaqlar gedib müxtəlif informasiya mənbələrindən araşdırmalar eləyəcəklər və bu bacarıq, bu araşdırma isə müstəqil fəaliyyətlər hesab olunur. Doğrudur. E-də deyir ki, tapşırıq idraki sahənin yuxarı təfəkkürünə əsaslanan hissəsini yaratmaq mərhələsinə aiddir. Burada yaratmaqdan yox, burada daha çox dəyərləndirmə və təhlillə bağlı yanaşmaları görmək olar. Çünki yaratmaqla bağlı burada təklif vermək, həll yolu irəli sürmək, hər hansı bir problemi aradan qaldırmaq üçün atılan addımlardan söhbət getmir. Ona görə də 18-ci sualın cavabı E variantıdır. Bu daha çox yuxarı təfəkkürə aid olmasa düzdür. Amma təhlil və dəyərləndirməyə daha çox uyğundur. 19. Yanlış situasiyanı müəyyən eləyin. Müəllim şagirdlərdə müxtəlif fənlərin mövzularını bir-biri ilə əlaqələndirmək üçün onlara analoji düşünmə bacarığı formu, analoji oxşarlığa əsaslanan düşünmədir. İki fənnin məzmunu arasında oxşarlıq tapıraqsa buna, məsəl üçün deyə bilərik. Şagirdlər fənlər arası inteqrasiyadan istifadə edə bilir. A düzdür. Müəllim şagirdlərə sual cavab eləyir. Onların cavabları əsasında şagirdlərə olan boşluqları müəyyən eləyərək öz strategiyasını dəyişdirir. Bəli, ki, yəni necə köməklik eləsin, hansı yol daha effektivdir, bunu bilsin. Müəllim sinifdəki bütün şagirdlərə eyni tapşırığı verdiyi üçün və bütün şagirdlərə eyni yolla öyrətdiyi üçün inklüzivlik pozmuş hesab olunur. Bütün şagirdlərə eyni cür yanaşmaq, eyni cür metodlarla öyrətmək düzgün deyil. Çünki uşaqların öyrənmə tərzləri, onların öyrənmə özəllikləri fərqlidir ona görə. Müəllim şagirdlərə fərdi yanaşaraq öyrənmə prosesində aktiv iştiraka yönəldir. Bu da doğrudur. Fərdi yanaşaraq sözü sizi çaşdırmasın. Fərdi yanaşma diferensial, fərqliliyi nəzərə alaraq yanaşmadır. Yəni, bu o demək deyil ki, uşağın yanında təklikdə durursan. Fərdi yanaşma fərdiləşdirmədir, fərdiləşmə də diferensiallaşmadır. Yəni, bizim burada fərdi yanaşmamız onu da nəzərə almağımız deməkdir. Elə deyir, sinifdə təqdimat zamanı yaranan problemi dərsdən sonra həll etmək üçün hər bir şagirdin fərdi söhbət apararaq problemi həll edir. Bu səhvdir. Niyə? Çünki sinifdə yaranmış problemi dərsdən sonra tamam, şagirdlərlə müzakirə edə bilərsiniz. Amma problemi olan adamlarla müzakirə apararsınız da. Yəni, yoxsa siz bütün şagirdləri yığıb onlarla fərdi söhbətini yaparasınız ki. Çünki orada günahı olmayan, problemin bir tərəfi olmayan şagirdin də dərsdən sonra saxlanılıb onunla müzakirənin aparılması yəni biraz absurd fikirdir. Ona görə də E variantı doğru deyil. Yəni problemi olan tərəfləri saxlayıb onlarla müzakirə aparmaq desəydi, onda doğru götürərdik. Sual 20. Hansı bənddə idraki fəallığın yaranmasına mane olan səbəb qeyd edilib? Problem düşündürücü olmalıdır. Yəni problem situasiya qoyuruq da şagirdin qabağına aktivləşməsi üçün. Düşündürücü olmalıdır. C. Problem şagirdə müxtəlif fərziyyələr yaratmalıdır. Bəli. Problem şagirdin yaş səviyyəsinə uyğun olmalıdır. Məsələn, 9-cu sinifin qarşısına qoyduğumuz hər hansı bir problemi 3-cü sinifin qarşısına qoya bilmərik. Problem şagirdin idraki fəallığını artırmağa xidmət etməlidir, əlbəttə. B-dir cavab. Şagird problemi həll edərkən çətinlik çəkməlidir. Xeyr, problem ona görə qoyulmur ki, şagirdi zulma salaq. Problem ona görə qoyulur ki, şagird bunun vasitəsilə aktivləşsin. Yəni, diqqəti dərsə yönəlsin. Yəni, motivasiya olunsun. Yəni, bu motivasiya vasitəsidir. Həmin o problemli situasiyanın yaradılması. Ona görə 20 sualın cavabı B variantı oldu. Belə, müəllimlər, ümid edirəm hər kəs üçün faydalı oldu. Hər birinizə uğurlar. Növbəti izahda görüşərik. Sağ olun.